Hər kəsə salam, mən Alsu Kəngərli, ingilis dili müəllimiyəm. Buraxılış və General English dərsləri tədris edirəm. Bugün sizinlə birlikdə buraxılış dərsləri üçün bir sınav işləyəcəyik, hansı ki OTK-nın sınavıdır. 2025-ci ildə oktyabrın 5-də keçirilibdir. Bu şəkildə dərslərimə əgər ki yazılmaq istəsəniz, o zaman həmin bu ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayın, WhatsApp ilə əlaqə saxlayın, mesaj göndərin. Sizə mesajınız cavablanacaq bu şəkildə. Gəlin indi sınavımızı işləyək. Bu videoda siz onu öyrənəcəksiniz ki, sınavı necə bir şəkildə işləmək lazımdır. Məsələn, mən sınava getdim, oturdum, orada işləməliyəm. Necə hərəkət eləməliyəm, necə çalışmalıyam. Biz bunu öyrənəcəyik və o gün nəticələri paylaşanda paylaşdığım nəticələrin birisində bir tələbəm var idi, hansı ki həmin bu OTK sınavından 90 bal yığmışdı. Və həmin o tələbəm deməli avqustun 1-i 2025-ci ildə başladı mənimlə birlikdə hazırlaşmağa və oktyabrın 5-də OTK-nın sınavına girdi və 90 bal yığdı. 100 bal üzərindən 90 bal yığdı və nəticəsində paylaşmışam. Və həmin o tələbə sıfırdan gəlib, çoxları özü üçün hesab edir ki, OTK çox çətindir, halbuki mən düşünmürəm o dərəcədə çətindir. Ola bilər, bəlkə bizi biraz challenge eləyir, bizi bəlkə biraz işlədir, düzdür, ancaq düzgün bir şəkildə biz əgər hazırlaşırıqsa ki, həmin o tələbəmin 100 bal almaq, 90 bal almasının səbəbi o idi ki, düz yəni 90 bal alıb da, yəni nə 90.1, nə bir şey 90 bal. Və həmin o tələbəmin esələrindən, açıq suallarından da bu arada tam bal alıb hamısından. Deməli, həmin o tələbəmin sıfırdan başlamasına rəğmən belə bir bal toplamasının səbəbi odur ki, o dərsi başlayandan artıq demək olar ki, özünü biraz türklər demiş, pekişdirəndən sonra, ingilis dilini tutandan sonra, haradasa dərsin 3-cü, 2-ci həftəsindən sonra mənə başladı deməyə ki, müəllimə sentyabr ayı boyunca təsəvvür edin, qız hər gün mənə yazırdı ki, mənə sınaq göndərir müəllimə, mən sınaq işləyəcəm. Və səhvlərini də əlbəttə ki, məndən soruşurdu, mən də izah eləyirdim və belə-belə bu uşaq gəldi OTK-da belə bir bal topladı, özünü 100-ü hədəfləmişdi, yəni o rejimdə hazırlaşırdı. Özünə çox ciddi almışdı ki, sanki ilk sınağı olacaqdı real imtahan kimi. Düzdür, digər tələbələr eləmədi, yəni o boyda tələbə arasında bir dənə o elə bir hərəkət eləyirdi və həqiqətən də nəticəsi çox qəşəng bir şəkildə gəldi. Təşəkkür edirik sənə Aygün. Digər uşaqlara bu cür örnək səni göstərə bilməyim sənin əzminin nəticəsidir və digər tələbələrin də ballarını əlbəttə ki paylaşmışam. Hər birinə təşəkkür. Və siz onlardan birisi ola bilərsiniz. Və ona görə də bəs bu uşaqlara mən necə öyrədirəm, biz sınaqları necə işləyirik? Gəlin bu prinsipləri siz də məndən öyrənmək istəyirsinizsə, buyurun bu videonu izləyə bilərsiniz. 3 dəqiqədə artıq bir növ sizinlə söhbət elədim. Gəlin indi isə işləməyə başlayaq. Yadınıza saxlamalısınız ki, siz nə zaman ki oturmusunuz sınağı işləməyə, bu arada mən belə tələbələrimi falan paylaşanda, eləyəndə ya kimisə nümunə göstərəndə heç bir zaman özünüzü pis bir şəkildə müqayisə etməyin. Özünüzü müqayisə eləyəndə deyin ki, mənim yaşadığım bunu eləyibsə, bunu mən də edə bilərəm. Çünki həqiqətən heç kəs sizdən artıq və yaxud da ki əksik deyil. Yəni hər kəsin öyrənmə sürəti var və hər kəs özünə qarşı yaxşı davranmalıdır. Heç vaxt özünə qarşı pis davranma, heç vaxt özünü danlama. Sadəcə otur, davamlılığını elə. Yəni məsələn, bugün oturub dərsini işləməlisənsə, otur işlə. Bu qədər. İstədin, istəmədin, bunu elə və əmin ol ki, əmək şansa həmişə deyir. Bunu mən həmişə deyirəm. Sən əgər çox çalışsan, gəlib o deyirik ki, məsələn, şanslıdır, yəni şans deyə bir şey yoxdur. Sadəcə olaraq əmək deyə bir şey var. Bu şəkildə. Və sən ona əmin ol ki, əgər ki, bax bu dediyim strategiyaları istifadə eləsən, gedib tam balını alacaqsan. Birincisi, qrammatikanı geçə bilmək lazımdır. Əlbəttə ki, bu heç bu öz yerində. Readingi necə işləmək lazımdır, ayrıca videom var, gedib baxa bilərsən. Listeningi necə işləmək lazımdır, ayrıca videom var. 3 dənə videom var, gedib onlara baxa bilərsən. Writing üçün də videom var. Gedib ona belə baxa bilərsən və çox keyfətli videolar çəkmişəm. Yəni, elə belə videolar deyil, ciddi deyirəm. Gəlin indi başlayaq ki, bəs ümumi sınağı necə işləmək lazımdır. Deməli, 56-cı sualdan başlayıram. İlk öncə bir nə eləmək lazımdır? Burada görürsən ki, bizə deyir ki, compound
Yəni bizə nədir? Şərtimizin özündə adam bizə dedi ki, nəyi axtarmaq lazımdır. Yəni compound mürəkkəb söz deməkdir. 2 dənə söz. Bir dənə söz burada, bir dənə söz burada olsun. German sözü. Biz bunu harda keçirik? Man, men keçirik. Cəmlənəndə. Man, men. Bu şəkildə keçir, kişi kişilər olur. Və biz bu dərsdə vurğulayırıq ki, German, Norman, human, and what? And Roman. Yeah. Bax, bu sözlər heç vaxt cəmlənəndə man, men olmur. Çünki buradakı sözlər kişi və yaxud da ki, insan. Men sözü həm kişi, həm insan deməkdir. Bax, elə bir anlama gəlmir. Ona görə sən nə etməlisən? Cəmləndirəndə belə eləməlisən. Bunu biz sənə demişik. Bu niyə belədir? Çünki buradakı man sözün insan mənasında deyil də, dediyim kimi. Belə deyilsə, deməli bu sadə sözdür də. Sadə sözdürsə, o zaman mən bunu çıxmalıyım. Çünki compound istəyir. Biri çıxdım. Bu qədər sadə. Və təhlil eləməyi sevdiyim sözlərdən birisi var burada. Settlement sözü. Gəlin bu sözü sizə göstərim. Bu söz birincisi set sözündən gəlir. S-et. Bax. Bu qabiləni bu rəngli ilə işarə edeyim. Daha gözəl görünəcək. Set. Set nə deməkdir? Qoymaq, yerləşdirmək. Məsələn, set up. Set up nəyisə qurmaqdır. Məsələn, çimərliyə gedirəm və çimərlikdə zaqar eləmək istəyirəm və orada özümə çətir qoyuram. Çətir qoyanda necə zaqar eləyəcəksən ayalso, nəysə. Başa düşdünüz də necə? Yəni məsələn, o çətiri qurmaq set up olur. Set sözü qoymaq, yerləşdirmək mənasına gəlir. Settle sözünə gəlin baxaq. Settle-e. Bax bu söz. Bax bu e hərfini o kimi olan yer. Settle isə yerləşmək deməkdir. Məsələn, harasa köçürsüz və orada yerləşirsiniz. Yaxşı? Bu şəkildə. Settlement sözü isə bunun isim formasıdır. Settle sözünün isim formasıdır. Settle yerləşmək deməkdirsə, məskunlaşmaq deməkdirsə, settlement nədir? Yerləşdiyin yer, yəni məskunlaşma. Bu şəkildə. Başa düşdün? Bu qədər sadə. Bir də settlement sözünün razılıq mənası var. Məsələn, deyirsən ki, they reached a settlement. Onlar bir razılaşmaya gəldilər. Bu şəkildə də məna verə bilir. Bu nə oldu? Bu mürəkkəb olmadı. Bu da düzəltmə oldu. Bunda çıx getsin. 4-də çıxdım. Brotherhood. Hood sözünü harda gördünsə, lük deməkdir. Brotherhood, neighborhood, qonşuluq, qardaşlıq deməkdir. 5-ə də çıxmaq lazımdır. 2-3-də gəl bunları izah eləyək. İkincidə deyir ki, ship nə deməkdir? Gəmi. Build nə deməkdir? Tikmək. Nəyisə inşa eləmək. Düzdür? Məsələn, bina tikmək. Gəmi tikmək. Gəmi tikmək prosesi və yaxud da ki, gəmi qayarma. Shipbuilding. Shipbuilding. 2 dənə söz birləşib. State. United States of America. Amerika Birləşmiş Ştatları. State. Dövlət. Ştat. Man. Adam. Bax, indicə dedim. Görsən? Dövlət adamı. Dövlət işçisi. Всё. Bu qədər bəsit. Gözəl. Səbirdən oturursan, gül kimi işləyirsən. Bu kimi nəticə əldə edirsən. Всё. Bu belə getdi. Bax, burada sənə şərtdə dedi ki, sənə compound istəyir, düzdür? İndi sən mənə diqqətlə qulaq as. Bax, bura gəlsin, choose the correct variant. Düzgün variantı seçdirsə, bura baxmaşaq. Mən bu PDF-i açanda ilk bunu görəndə ikinci sual nəsə gözüm sataşdı. Burada mən fikirləşirdim ki, indi zaman uzlaşması olacaq. Siz niyə while sözünü gördüm ona görə. Sonra cümlənin axıra kimi oxudum, sonra variantlara keçdim. Article gördüm. Bir də ayrılıb görürüm ki, buna bax, burada isim var. Feillərimiz vardı bizim üçün burada. Görürsən? Özü fikir verib, feillərə də fikir verib, zamanın uzlaşmasını necə qoyub görürsünüz. Zamanlarda keçdiyimiz formadadır. Gedib videolarımıza baxa bilərsiniz. Və burada isimlər var. Görürsən? Feilimiz var burada. Yəni biz burada zaman eləmirik də, article eləyirik. İndi sən nə demək istəyirəm? Yəni sən choose the correct variant deyəndə düzgün variant seçsən, ağlına min dənə şey gələ bilər. Məsələn, mən bu testdə ilk cümləyə baxanda varianta baxmamışam. Ağlıma gəldi ki, mən burada zaman uzlaşması edim. Deməli, buna bax. İndi mən buradakı əgər ki variantlara birinci baxsam, cümləni oxuma. Cümləni oxuma. Min dənə şey ağlına gələcək. Gedib ağlın fikirlərin başqa yerlərə gedib sataşacaq. Birbaşa keç, cümləyə baxmaq lazım nesə cümlə. Keç varianta. Əmin ol, udacaqsan. Sən zaman udacaqsan. Əmin ol. Və mən burada article görən kimi article nə ola gəldi? Noun-dan. Cumuram nounun üstünə. Bu qədər. Article belə. Hər bir mövzunu izah eləmişim. Yəni gedib baxa bilərsiniz bu arada. Gəlin də baxaq səndən bir yerdə. Bax, bizim üçün burada deyir park və bizim üçün deyir bird.
Park sözü ilə a-də istifadə edilə bilər, çünki park sayıla bilər və təkdir. Və əlbəttə ki, the article deyə bilərəm. Bu da uyğun gəlir. Bird təkdədir, quş təkdə, yəni bu rare adjectivedir bizim üçün burada isə noundur. Və biz əlbəttə ki, həmişə adjective məsələn burada yadına salmaq istəyirəm sən sadəcə olaraq. Burada məsələn r hərfidir. Yəni ki, bu samitdir. Samit isə samitə uyğunlaşdırıram. Məsələn, demək istəyirəm. Sən deyirsən a book elə. Bir də var deyirsən ki, an interesting book. Interesting book. Right? Sən burada book sözünə görə əslində article var. Yəni burada noun'a görə article olurdu. Həmişə az öncə də dediyim kimi. Amma bizim burada adjectivimiz varsa, yəni buradakı article zaten olacaq. Amma a mi olacaq, yoxsa n mi olacaq? Bu sənin üçün sifətdən asılı olur. Düzdür? Adjectivedən asılı olur. Sən bizim üçün burada əgər ki sayitsə, deməli mən orada an interesting book deməliyəm. İzah edə bildim. Bu şəkildə. Məsələn, burada zaten yəni bird sözündə zaten a olur. Rare sözündə zaten a olacaq. Bu şəkildə yenə də bunu demək istədim. Bəlkə kimsə yadından çıxıbsa, yadına salaq deyə. Hə, yəni ki, burada sayıla bilən təkdir. Saya bilirəm də bird, quş, quşlar deyə bilirəm. Və yaxud da ki, the article da qoya bilərəm. Görürəm ki, yəni the article da qoya bilərəm, a da qoya bilərəm. Bəs o zaman mən hansını qoyum? Nə eləyəcəm? Cümləni tərcümə elə. While I was walking in park. Mən parkda yeriyərkən I saw rare bird. Bir nadir bir quş gördüm. Yeriyirəm, düzdür? Parkda yeriyirəmsə, deyirəm ki, mən parkda yeriyəndə bilirəm də hansı parkda yeriyirəm. Spesifikdir. Всё. Götür bura bir dənə də article qoy. Bird. Hər hansı bir quşu görmüşəm. Yəni hər hansı bir nadir bir quşu görmüşəm. Burada olacaq a. Bu şəkildə. D variantı. Məsələn, sən deyirsən ki, müəllimə, bəlkə burada demək istəyir ki, spesifik olaraq həmin o nadir quşu görmüşəm. Bəlkə elə demək istəyir. Elə bir variantın var səncə? Yoxdur. Yəni sən burada parkı konkret bilirsən ki, hansı parkdır. Ona görə yəni orada the olmalıdır. Lap deyək ki, yaxşısan the article vermədin. İndi biz burada belə bir variant seçdik də. Qabdan buranı sileyim, qoysa normal fikrimi izah eləyim. Digər indi sənin ağlına bilirəm gəlir ki, başqa variantlar. Sən deyirsən ki, in the park. İndi bu variantı zaten izah elədim. Zaten bu durdu deyəndə. İndi sən bəlkə deməksən ki, parkım spesifikdir. Bunu başa düşdüm də. Yəni yeridiyim parkı deyirəmsə bilirəm hansı parkdır. Bir də var quş elə, nadir bir quş. Digər bunu da belə yazaq. Variantın var elə, düz fikirləşsən. Elə bir şey ola bilər, bəli. Bəlkə sən həqiqətən elə demək istəyirsən. Amma bir şey də yadında saxla. Biz hansı isim haqqında ilk dəfə danışanda, birinci dəfə danışanda istifadə edirdik, ikinci dəfə danışanda da article istifadə edirdik. Bunun izahını kimsə kommentlərdə verə bilsə, qəşəng olar. Bunun izahını çünki mən videoda vermişdim. Əgər ki kimsə gedib izləyibsə o videonu yazsa gözəl olar. Hə, yəni ki, belə versən, belə bir variantın yoxdur. Yəni, məsələn, fikirləşsən ki, müəllim, bəlkə hansısa bir parkda yeriyirdim. Zaten yeriysənsə bilirsən hansı parkdır. Amma deyək ki, indi sənin ağlın birdən sürüşdü. Və niyəsə yanlışlıqla gedib elə bir şey fikirləşdin. A və the article qoydun bura. Var elə bir variant. Ya da ki, götür bura a variantı qoy. Var elə bir variant. Yoxdur. Deməli, nəymiş? Mənim izah elədiyim formada. Parkda yeriyirəmsə, deməli, yediyim parkı bilirəm də, bala haradır. Ona görə the article qoyuram. Burada gül kimi ismi və görsən quş adını ilk dəfə çəkibdir. Bir dəfə. Çünki hər hansı bir quşdan danışır. Ona görə a article qoyuram bura. İkinci dəfə adını çəksəydi, məsələn, deyərdi ki, I saw a rare bird. Mən bir nadir quş görmüşəm. Həmin o quş gözəl idi. The bird was beautiful. Əslində izahı verdim də, kommentlərdə izah verməyinizə ehtiyac qalmadı, amma nəysə. Görsən, birinci dəfə danışanda hər hansı bir quşdan danışdım ki, gözəl idi. İkincidə ucu dedim ki, həmin o quş. Yəni, bax, burada bildiyim quş. Ucu spesifikdir, ikinci dəfə danışıram deyə. Başa düşdün? Belə. Sonra yenə compound noun istəyir. Bax, relationship. Relation, bax, bu sözdən gəlir. Relate. Relate sözü nəyəsə əlaqəli olmaq, nəyəsə əlaqə qurmaq, bağlı olmaq mənasını verir. Əlaqə qurmaq. Bu, ship isə noun düzəldən bir sufiksdir və bizim üçün burada əlaqə qurmaq, əlaqə, yəni münasibət mənasını verir. Bu şəkildə. Və bizim üçün demək ki, bu sufiksdirsə, dayı bunu çıx. Compound deyir. Accident, qəza deməkdir. Accidentally, məsələn desə, accidentally
Qoy o sözü sənə yazım. Accidentally. Bu təsadüfən deməkdir. Başa düşdün? Yəni accident qəza, bildiyimiz avariya bu mənanı verə bilər. Sadə bir sözdür. Countryside. Country ölkə deməkdir. Side isə tərəf deməkdir. Ölkənin tərəfi, ölkənin ərazisi, yəni kənd əraziləri. O country həm ölkə, həm də ki kənd mənasını verir. Yəni kənar, ölkədən kənar, şəhərdən kənar hissə məna verir. Bu compound amma. Amma bizdən hamısını istəyir compound olsun. Ona görə anı çıxdım. Özüm qəsdən sizə belə dərinləmə izah verirəm ki, çünki həm istəyirəm sözləri öyrənəsiz, həm də istəyirəm ki, necə mən bunu analiz edirəm, onu görəsiz. Dərindən görəndə artıq zamanla siz bunu çox işləyəndə bu sizin üçün 2x2 halına gəlir. Video uzun olacaq, başa düşürəm, amma bilmirəm, yəni üstündən keçəcəm, ondan sonra variantları verirəm, gedib özünüz başa düşməyə çalışarsınız da, izah edirəmsə, normal izah eləyim, düzdürmü? Belə, davam edirəm. Boredom. To bore. Bore. To bore. Feili to makmək deməkdir. Bore, sıx. To bore, sıxmaq. Makmək. Sıx, yəni şey kimi fikirləşməyin. Adjektiv kimi sıx yox. Yəni özüm elə belə izah eləmək üçün dedim ki, yəni to makmək deməkdir. Darıxdırmaq deməkdir. Kimsə ürəyini sıxmaq. Yəni bu bizim üçün dom isə nədir? Yəni bizim üçün sufiksdir. Boredom, sıxıntı. Bu mənanı verir. Construction. Bu söz bizə construct sözündən gəlir. Bax bu. Construct, to construct nə deməkdir? To build deməkdir. Tikmək. Construction tikinti, yəni bina deməkdir. Building isə nə deməkdir? O da bina deməkdir. Yəni buna sinonim oldu. Silirəm. Yəni bu nə oldu? İkisi də sufikslidir. Yəni derivativdir. Derivativ. Yəni düzəltmə. Grandparents. Grand böyük deməkdir. Parent valideyndir. Sıdakı bizim üçün larlər deməkdir. Böyük valideynlər, yəni ki, nənə baba bu mənanı verir. Bu şəkildə. Yəni, bu amma compounddur. Amma yəni də çıxmalıyam variantı. Ambassador. Ambassador sözü simpledur. Sadədir. Səfir deməkdir. Championship. Champion. Çempion, qalib anlamına gəlir. Ship isə nədir? Bəli, sufiksdir. Championship, çempionat. Yarış. Çempionluq uğrunda olan yarış. Belə bir məna verir. Derivativdir. Chairperson. Bu çox maraqlı bir sözdür, amma hər iki cins üçün istifadə edilir bu chairperson. Qadın və kişilər üçün ayrıca da istifadə edilə bilər. A chairman, yəni kişi olsa, xüsusi olaraq kişi olduğunu vurulamaq istəsəniz, chairman və yaxud da ki, qadın olduğunu vurulamaq istəsəniz, chairwoman olacaq və bitişik yazılır. Siz nə deməkdir? Chair stolçik deməkdir. Person insan deməkdir. Və bu sədr mənasını verir. Yəni komitənin rəhbəri ya da ki bir təşkilatın rəhbəri mənasına gəlir. Və bu compound noundur. Bəli, amma yəni digərləri olmadığına görə bunu da çıxdım. Bu şəkildə. Mother-in-law. Mother ana deməkdir. In-law isə qanuni deməkdir. Yəni qanuni ana. Sən evlənəndə sənin yoldaşının, ya ərinin, ya da ki arvadının anası sənin qanuni anan olmuş olur. Yəni natural maman olmur. Səni dünyaya gətirən anan yox, qanuni anan olur. Belə bir şey olur. Ona görə ingilislər buna mother-in-law deyirlər bu şəkildə. Və yaxud da ki sənin baldızın olanda sister-in-law, qaynın olanda brother-in-law bu şəkildə olur. Yəni qanuni. O səbəbdən bu necə olur? Compound olur. Battleship. Battle döyüş, ship gəmi, döyüş gəmisi. Qəşəng. Passers-by. Passers keçən şəxs deməkdir. To pass keçmək deməkdir. Passer keçən adam deməkdir. Bizə necə? To teach sözü bir çox videomda demişəm. To teach and to teacher. Actually, sorry. Teacher necə deyirəm? Müəllim
buradakı er çü mənasını elə bil gətirir. Passer isə keçən adam mənasına gəldi. By isə yanında mənasına da verir. Yəni yanından keçən insanlar bu şəkildə. Yanında və keçən mənasını verdi. Keçən şəxs passer, by isə yanında. Zaten buradakı tredən də görə bilərsiniz ki, tredən də başa düşə bilərsiniz ki, bu compounddur. Oldu D variantı. Digərinə əlbəttə ki, davam eləməliyik. Achievement sözü isə achieve. Yəni ki, nəyəsə nail olmaq deməkdir. Ment isə bizim üçün bunu nouna çevirir. Olur nailiyyət. Father-in-law. İzah elədim bunu. Yəni bu achievement bizim üçün derivative olmuş olur. Burada yazmışam, düzəltmə. Bu isə compound oldu. Airport bizim üçün yenə də air hava, port isə liman. Bunu mən noun izah eləyəndə də demişəm. Hava limanı mənasına gəlir. Bu da compounddur. Amma derivative deyə bu variantda çıxdı. Ümid edirəm izah eləyə bildim. Çox dərin məncə getdim. Məncə buradan sıfırdan başlayan insanlar varsa buradan çox söz götürmüş ola bilərsiniz. Maraqlıdır. Aha, burada isə make-up sentence verib. Make-up sentence tipli sualı salması problem deyil ilk sınaqda. İlk sınağı bu arada OTK-nı mən düşünürəm ki, təcrübəli uşaqlar gedəndə daha yaxşı olur uşaqlar üçün. Nə qədər ki, çox sınaq işləyiblər həmin o uşaqlar. Çünki OTK sınaqları salanda, məsələn, ilk sınağı olsa da deyirik, məsələn, falan mövzular olsun. Amma əslində birincidə də mövzunu qarışdırır. Halbuki, yəni ilk sınağa salmamalı olduğu mövzulardan belə gətirib sala bilir. Necə? Məsələn, bizim üçün burada which var. Bu relative pronoundur. Mən düşünmürəm ki, deyəsən mövzuları paylaşanda, OTK mövzuları paylaşanda, bilmirəm, deyəsən ora paylaşmamışdı ki, relative pronounlar varmı ya yox. Əslində, yəni bu yazıla biləcək bir şeydir. Yəni nə demək istəyirəm? Çoxu uşaq gəlir mənə şikayət edir ki, OTK sosial mediadan yazırlar ya öz tələbələrimdən eşidirəm. Deyir ki, məsələn, məzəli salır. Elə eləmir. Sadəcə olaraq birincidən mövzunu salır. Mən yəni OTK sınaqlarında ümumi sınaqlar deyərdim. Hər sınağını elə salır deyərdim. Sırf mövzudan kənara çıxmayan isə güvən deyərdim ki, sırf mövzudan kənara çıxmır. Yəni məsələn, əgər ki burada relative pronoun bilməyən uşaq varsa, bunun çətinlik yaşaya bilər. Amma qalanı məsələn was filmed, bilmirəm ilk sınağının mövzuların içərisində yazmışdımı ki, passive voice olacaq. Passive voice olacaq yazıbsa, yəni bunu sala bilər. Relative pronoun deyibsə sala bilər. Amma yəni bunu əgər ki öyrənməyib gəlib burada yaza bilmişsə, bu sizin üçün problem deyil. Yəni it's okay. Bizim üçün burada nədir? Belə olanda nə edirsiniz? Birincisi, ən çox variantlar olanlardan başlayaq. Məsələn, 5 ən çox variantda bu var. Gəlin bir başlayaq. Leonardo DiCaprio. Which made? Всё səhvdir. Niyə? Siz burada relative pronounlara which görürsünüz və which-dən əvvəl cansız nəsə gəlməlidir. Amma burada Leonardo DiCaprio verir və bu aktyor adıdır, yəni bu canlı adamdır. Bu şəkildə ona görə də 5-6 belə bir şey ola bilməz. Leonardo DiCaprio was filmed, yəni bu DiCaprio filmə çəkilibdi in 1997, which made which-dən əvvəl cansız noun gəlməlidir. Olmadı axı, was filmed. Bu bir, yox, bizim üçün nə gəldi? Yes. Yox, hətta il gəldi. Hə, görürsünüz, yəni burada il gəlibdir. Cansız bir noun gəlməli idi. Ona görə A5, yəni Y variantı səhvdir. Sonra bizim üçün nədir? A variantına baxaq. The film Titanic, which made, qəşəng, which-dən əvvəl Titanic verib. Yəni film, cansız bir şeydir də. Aha. Which made Leonardo DiCaprio famous, qəşəng. Yəni deyir ki, Leonardo DiCaprionu məşhur edən film Titanic was filmed in 1997. Deyir ki, DiCaprionu məşhur edən film Titanic 1997-ci ildə çəkilib. Doğrudur. Digərləri niyə səhvdir? Famous, the film Titanic, the famous film Titanic versəydi daha düzgün olacaqdı. İkincisi, in the film Titanic was filmed. Titanic çəkildi, okey. Yəni burada cümləni düzgün getmədi. Leonardo DiCaprio famous. Bütün sözlərin hər birini qarışdırıb, yəni çox məntiqsiz bir şey alınır. Heç bir qaydanı da uyğunlaşdırmamış olur. SVPT-ni də
gedə bilərsiniz bununla. Amma tam olaraq SPOPT qaydası deyil. Çünki burada dediyim kimi relative pronoun var bu şəkildə. Onu da çox qəşəng şəkildə izah eləmişəm. Gedib ayrıca çəkmişəm onu. Gedib ona baxa bilərsiniz. Davam eləyək. Bizim cümləmizdə burada since var. Since olduğu yerdə biz burada nə istifadə etməliyik? Nə var? Bəli, özə bax. Since başlanğıc nöqtə məsələn göstərəm, başlanğıc nöqtəsini göstərib. Amma for deyəndə müddətini göstərir. Məsələn, deyək ki, sən 9 il dərs keçirəm, for 7 years. Bir də var deyirsən ki, since 2016 bu şəkildə də deyə bilərsən. Burada başlanğıc nöqtə, amma burada müddətini görürsən. İndi burada da sən görürsən ki, başlanğıc nöqtədir. Since var. Da 1000 dəfə demişik bunu. Zamanlarda hansı zaman formasıdır? Present perfect. Bu şəkildə. Və siz burada baxırsınız ki, yəni are falan present perfect necə düzəlirdi? Have, has, üstünə gəlsin feilin 3-cü forması. Və biz burada have verəcək, yoxsa has, qaçıb gedib baxma bura. Burada sənə məsələn deyir ki, novelladan söhbət gedir. Ona görə sən bura has deməlisən. Məsələn, deyirsən ki, 7 gözəllər. Sən burada 7 gözəl deyirsən. İndi ingilis dilində fikirləşdə 7 beauty. Beauteous. B-A-U-T-S. Yəni sən ingilis dilində to book demirsən də, to books deyirsən. Onu demək istəyirəm. Başa düşdün? İngilis dilində fikirləşəndə yəni bu filmin adıdır. 7 Beauties deyirsən məsəl üçün. Sən burada demək istəyirsən the film. 7 Beauties. Yəni 7 gözəl filmi. 7 gözəl filmləri demirsən. Çünki burada 7 gözəllər deyirsən. Düzdür? Bu cəmdədir. Amma sənin burada əsas məsələn film sözüdür. Yəni burada gözəllər yox. Çünki 7 gözəllər filmlər demirsən. 7 gözəl bir dənə filmin adıdır. Bir dənədir. Və burada deyir ki, 3 dənə Musketeers, the three musketeers tüfəng daşıyanlar deməkdir. Deyir ki, 3 dənə tüfəng daşıyanlar novellası. Novella kitab deməkdir də. Novel. Azərbaycanda nə məncə novel deyə gedir. Yəni burada noveldan söhbət gedir. Başa düşdün? Bu şəkildə. Ona görə sən burada həz verirsən. Məncə izah eləyə bildim ki, mən burada sənə nə demək istədim. Bu şəkildə. Belə sözlər verdisə, özünü itirmə, bir dayan ki, burada çətin bir söz olduğunu düşünmürəm. 1-2 məncə tez bilinən bir sözdür. 3-cü söz sənin üçün məzəli gələ bilər ki, 1 ilə 2-ni bildinsə, 3-cüsünü düzəltmək olar. Deyək ki, sən sadə sözləri başa düşürsən. O zaman bu deməkdir ki, sən 5-ci, 6-cı, 7-ci sinifin sözlərini yaxşı bilirsən. Əgər ki, sən də uzun və nisbətən biraz daha yekə sözləri öyrənə bilmirsənsə əgər ki, onlar nə deməkdir? Deməli, sən 8-9, 10-cu sinifləri yaxşı bilmirsən. Get 8-9, 10-cu sinifləri indidən öyrən. Lüğəti necə öyrənmək lazımdır haqqında videom var. Əgər ki, part 2-sinin gəlməsini istəyirsənsə, kommentlərə yaz, yükləyim. Bu şəkildə. Identity şəxsiyyət deməkdir. A person's name and other facts about who they are. İnsanın adı və digər faktları ki, onlar kimdir? Yəni şəxsiyyət. Bircə. Adulthood. Adulthood böyüklük, yetkinlik deməkdir. The state or period of being fully grown. Tamamilə böyük bir şəxs olmaq periodu, tamamilə böyük bir şəxs olmaq durumu. A variantı. Correspondence. Yazışmaq deməkdir. Məktub yazmaq. Və yaxud da ki, məktubu başa düşmək. Bu. The action of writing, receiving and reading letters. Məktubu oxumaq, məktubu almaq, məktubu yazmaq fəaliyyəti. Bu şəkildə. CAB. A variantı. Possessive case. Possessive case. Queen's arrival. Arrival bizim üçün nədir? Noundur. Gəliş deməkdir. To arrive sözündən gəlir. Bu arada buradan çıxartdığın sözləri falan not al. Hətta kommentlərdə bizim üçün yaza bilərsən ki, sən burada hansı sözləri yeni öyrəndin. Mənim üçün yaza bilərsən. Çünki mən bilmək istəyirəm ki, məni YouTube-da izləyənlər hansı sözləri bilirlər, hansıları bilmirlər. Siz əgər mənə bunları yazsınız, mən sizi daha yaxşı başa düşəcəm və videolarımda sizə daha yaxşı dəstək ola bilərəm. Çünki uşaqlar mənə sözləri yazanda ki, hansıları bilmirlər, orada tuturam ki, uşağın səviyyəsi nədir. Və videolarımda daha çox bunlara fokuslana bilərəm. Yəni, belə bir yaxşılıq eləyə bilərəm. Bundan yararlana bilərsiniz. Kommentləri yazın. To arrive sözündən gəlir. Queen's arrival. Bu noundursa, Queen'in gəlişi deyir.
The queen's arrival was delayed for an hour. Kraliçanın gəlişi bir saat gecikdi. Delay. Gecikmək deməkdir. Birlər doğrudur deməli. Diana's cooked. Görürsən bu keçmiş zamandadır. Fe'lin 3-cü forması. Deməli bu has'dır. Hardan bildim? İndicə dedim axı. Have, has, üstünə gəlsə fe'lin 3-cü forması nəymiş? Present perfectdir. Ona görə bu. Gedib bu arada düsturları öyrənməyin. Orada yəlik halın pasif kesin düsturlarını falan öyrənsiniz ki, pasif kesin videosunu çəkin. Bunun izah videosunu çəkməmişəm. Bu videonu izləyirsinizsə, bəlkə bu videonu izləyəndən aylar sonra çəkmiş olacağım. Bütün qaydalarımın izahlarını mahnı siyahılarına yükləyirəm. Playlistlərə gedin, baxın, mövzu izahları və testlər orada var. Orada hər şey görmüş olacaqsınız. İnşallah çəkəcəm positive case-i. Bəlkə də yəni siz bu videonu izləyəndə bəlkə də yükləmişəm kanala. Yəni gedib yoxlaya bilərsiniz ki, kanalda varmı ya yoxmu. Amma hal-hazırda yoxdur məsələn. Oktyabr ayıdır hal-hazırda. Oktyabrın 16-sı 2025-dir və yoxdur hələ kanalda. Kate's gone. Eyni qaydadır. Bu şəkildə. Has'dır bu. 3 də getdi, 2 də getdi. Yox, 1-4. Tomorrow's lecture. Lecture mühazirə deməkdir. Tomorrow's lecture about volcanoes will be interesting. Sabahın leksiyası, sabahın vulkanlar haqqında olan leksiyası maraqlı olacaq. Yox, bu qədər bəsit. Sonra, choose the words close meaning. Yəni ki, yaxın close meaning sinonim deməkdir. Bu test çox gözəl bir testdir. Çünki mən burada bilmirəm kanala yüklənmişəm ya yox, amma mən tələbələrimlə birlikdə işləyəndə keçən ilin sınağı, bax bu söz orada var idi. Özü listening-də idi. Still sakit deməkdir, quiet də sakit deməkdir. Bu şəkildə. Belə bir söz də var. Bu quiet sonu t ilə qutarır. Bu isə quiet. Quiet bu şəkildə olur. Başa düşürsən? Burada isə quiet deyilsə, burada isə quiet bu şəkildə deyilir. Yəni bu sakit səsi səmirsiz, bu isə olduqca deməkdir. Və B variantı. Still bəli, hələ də mənası da var. Still həm də ki, yetnə sinonimdir. Bu şəkildə. Shy utancaq deməkdir. Rude, kobud deməkdir. Resolute, qətiyyətli deməkdir. Cowardly isə qorxaq deməkdir. Resolute, əzmkar, qətiyyətli, cowardly isə qorxaq. Fear, proud. Sənin üçün burada proud, qürurlu, fəxr eləyən birisi deməkdir. Fair isə ədalətli deməkdir. Bir də ki, fair sarışın mənasına da gəlir, yəni blonde. A bit of, no actually, fair isə fear, qorxu deməkdir. Gloomy, qəmli deməkdir. Joyful, sevincli deməkdir. Sevinç dolu, şad deməkdir. Bu qədər sadə. Davam edirik. Choose the correct word. Düzgün sözü seç. Okay. Bax, bizim üçün burada nə deyir? Yadında saxla. Sənin üçün burada glass deyirsə, bu şüşə və stəkan mənasını verir. A variantı, B variantı getdi. Şüşə mənasında sayılmır. Hansı manyak oturur şüşəni bircə sayar? Amma stəkanı oturur sayarıq. Düzdür? Məsələn, 7 nəfər gəlib, 7 nəfəri stəkan gətir, çay süzək, belə. The glass. The niyə verək? Bayaqlarda dedim. İlk dəfə də danışır. Bax, görsən, ilk dəfə glass sözünü çəkəcək burada. Deməli, burada ilk dəfə danışırsa glass olardı ki, zaten o da olmayacaq. Çünki stəkan mənasını verir. Glasses isə eynək mənasını verir. Glasses isə necə olsun? Yəni, eynək glasses şəklində deyilmir. Niyə bəs glasses deyə bilməyim? Çünki eynək çoxluq bildirir. Yəni, bir dənə eynəyin olsa, sənin 2 dənə gözün olur axı. 2 tərəfdə də olur deyənə, onu ingilislər 2 dənə sayır. Və yaxud ki, şalvar geyinirsəni, şalvarın da 2 dənə ayağın var deyənə, 2 tərəfi var deyənə, onlar elə sayırlar. Bu şəkildə. Ona görə necə olacaq? Y variantı gedəcək. Yəni, bu həmişə cəmdədir. Belə, bu qədər bəsit. Sonra, bu yəni, belə ki, bunu tərcümə eləməyə ehtiyac yox idi. Yerində yəni oturur. Prosta, məsələn, sən burada baxmasan ki, bəlkə bunun stəkana ehtiyacı var. Məsələn, deyir ki, o su içmək istəyir, stəkana ehtiyacı var. Belə bir şey desə. Burada deyir ki, o yaxşı görə bilmir. Yaxşı görə bilmirsə, bu eynəkdir. Başa düşdün? Belə.
Və yəni deyə choose the correct variant. Bizim üçün burada ağlımıza çox şey gələ bilər, ona görə heç baxmırıq. Oh, quantifiers. Nə gözəl. A lot bir adverbdir. Və adverb necə işlənir? Verbdən sonra adverb gəlir. Yəni bu verbi describe eləyir. Amma bu nounun işlənə bilməz. Yəni bundan sonra noun gəlməsi belə bir tema ola bilməz. Paintings sözü əsərlər deməkdir. Yəni tablolar deməkdir. Cəmdədir, düzdür. Bu pluraldır. A little'dan sonra isə uncountable gələr. Çıxdım. Bundan sonra da uncountable gələr. Yəni bunda çıxdım. Və a few isə bunu belə demişdim. Bax 1, 2, 3, 4 dənə hərfi var. Deməli bu çoxdur. Few isə azdır. İkisi də çox deməkdir. Bu az deməkdir. Hə, deyirəm ki, few da az deməkdir. Bu amma çox az deməkdir də. Few çox az deməkdir. Çox az deməkdir. Few isə az deməkdir. Bunu həmişə yadınızda saxlayın. Həmişə plural gəlir deyə, cəm gəlir deyə uşaqlar elə bilir ki, few çox deməkdir. Yox. Bunun listeningdə də mən bunu bir dənə listeningdə izah eləmişdim. Orada bir uşaq gedib səhv eləmişdi. Siz elə səhvlər eləməyin. Mən belə şeylərə diqqət edin. Deməli bizə nə deyir? Deyir ki, burada ucu sən qərar vermək üçün azdımı, çox azdımı, yoxsa biraz azdımı? Məsələn, 10 dənədən bir dənəsi varsa səndə, deməli bu çox azdır. Amma 10 dənədən 9 dənəsi varsa, bu heç olmasa idarə edilə biləcək qədər azdır. Başa yəni bir dənə əksik olanda başımıza heç nə gəlmir. Amma 9 dənəsi əksik olanda nəyinsə, nə bilim bizim üçün biraz problem ola bilər də. İndi baxırda nə, məsəl üçün nə dedim. İzahın geçici vermişim, get quantifiers videoma baxa bilərsin. Deyir ki, burada muzeydə mənim görmədiyim əsərlər var. Biraz daha uzun sürə burada qala bilərikmi? Yəni bizim üçün burada demək istəyir ki, muzeydə mənim hələ görmədiyim bir neçə dənə rəsm var. Biraz daha qala bilərikmi? Deməli, bu həm az, həm də ki bir neçə mənasını verəcək. Belə desə daha yaxşı yadımızda qalar. Çox azdırsa, yəni yox dərəcəsində az deməkdir də few. Yox dərəcəsində az deməkdirsə, bunun mənfi mənası varsa ki, zaten bizim burada cümləmizdə negativ var. Mən sizə izah edəndə də demişdim ki, few bərabərdir little. O da bərabərdir negativ. Mənfini də mənfiyə vuranda müsbət eləyir deyənə 2 dənə mənfi bir dənə cümlənin içində olmaz. Ona görə də mən burada few-nu çıxıram, B variantını saxlayıram ki, mənası da oturur, bir neçə mənası var. Yəni az da olsa var. Məsələn, 10 dənənin içərisində 9 dənəsi azdır, amma yəni yox dərəcəsində az deyil. Amma 10 dənəsindən bir dənəsi varsa, heç olmasa ondan yaxşı olar. Yəni yox dərəcəsində azdır. Başa düşdün? Yəni deyək ki, bir neçə muzeydə var ki, mən görməmişəm, biraz daha uzun sürə qala bilərikmi? Belə. Bax, bu mənim izah elədiyim qaydadır. Çox gözəl bir nümunə deyibdir. Elə həmişə izah elədiyim formada izah eləyə biləcəyim bir nümunə verib. Instrument nədir? Alət. Sayıla bilir elə. Aha. Difficult nədir? Adjectivedir. Burada da bizim nounumuz var. Şurada indi biz bura nə edəcəyik? Instrumenti sayıla bilən tək qoyubdur. Həmişə nounumu tək qoymuram. Sayıla bilən təkdirsə, sayıla biləndirsə və təkdirsə, hökmən ora bilən article qoyuram. A difficult instrument. Saksafon nədir? Alət. Bax, buraya yazıram alət. Alətlərdən bax, gitara var. Nə bilim, o var, bu var da. Hər hansısa bir alət ola bilər. O zaman mən burada a instrument deyirəm. Amma ucu adını çəkəndə, saksafon deyəndə, ucu burada spesifik bir dənə alətdən söhbət gedir deyəndə mən burada the article-ını qoyuram. O deyir, ifa eləmək mənasını elə yadında saxlama. Beləcə yadında saxla. Bunun izahını keçicə vermişəm article videomda. Gedib orada baxa bilərsən. Məsələn, elə burada dediyim kimi bu cür yadında saxlaya bilərsən. Всё. Hanı variantım? Bir dəqiqə. Mən bu 66-cı nömrəli testlə heç bir şəkildə razılaşmıram. Səbəbini izah elədim. Oyteka, niyə belə bir iş görmüsən? Bu mənim izah elədiyim kimi olmalıdır. Burada konkret a article olmalıdır. Hökmən the boşluq və belə hərəkətlər etmək olmaz. Və burada hökmən the article-ını vermək lazımdır. Oyteka isə burada bir axmaqlıq eləyib. Bir növ bu cürdür. Və bura hökmən boş qoymaq olmaz. Heç bir şəkildə boşluq olmaz. Burada tək variant Y varianta qalır. Amma heç bir şəkildə razılaşmam ki, burada E article olmalıdır. Səbəbini izah elədim. Oyteka. Xoşlamadım. Bundan əminəm yəni. Yaxşı.
Bu şəkildə. Baxaq. Bizə pluralda olan nounları istəyir. Saleswomen. Satıcı qadın. Women. Cəmdədir. 4. Görsən, bayaqlar izah elədiyim şeylər yenə qabağına çıxır. Yəni bir şeydən təkrar verir. Politics. Politika. Yəni siyasət. Siyasətin nəyini sayasan? Tolab ona getsin. Sonra bizim üçün verib burada stress. Stressin iki mənası var. Biri var çəkdiyimiz stres, biri də var vurğu. Məsələn, sözün içində vurğu düşür harasa. Bax o. Bir. Bu səhvdir. Clothes. Səhv tələffüz elədim. Clothes. 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 Yox. Clothes. Nəsə, tələffüz dərsində deyilik, sadəcə olaraq listeningdə bilirsiniz. Düzgün eşitmək lazımdır ki, necə deyir bizə. Prosta yəni deyilişini düzgün demək istədim. Bu şəkildə. Goods nə deməkdir? Mal, əmtə. Bu deməkdir. Bu səbəbdən bir variantıdır. Choose the correct sentences. Bizim üçün burada choose the correct sentences. Bizim üçün deyəndə uşaqlar. Biz burada hər şey fikir verəcəyik. Bax, düz buradan tutmuş cümlənin ayağına kimi. Məsələn, a large number of guests. Elə, yəni ki, qonaqların böyük hissəsi. Böyük nömrəsi demirsən, böyük hissəsi. Düzdür? Həmişə mən sənə nə demişəm? Həmişə ofdan əvvələ baxırsan. Niyə? Qonaqlardan söhbət gəlmir. Qonaqların böyük bir hissəsindən söhbət gedir. Oy, sorry. Buradakı o məsələ deyil. Qulaq asıb ona məsələdir, indi deyil. Bu qayda, bu qaydadır. Deməli. A number of verəndə və the number of. Bu ikisini verəndə sənin üçün, sən nə verəcək ikisini də? Plural noun. Belə olacaq. Amma bunun xəbəri cəmdə olacaq. Plural, yəni cəm xəbər olacaq. Bunun isə tək olacaq. Necə yadımda saxlayayım? Ay müəllim, yadımda saxla. The article-ını həmişə biz nə üçün istifadə edirik? Spesifik olan, kainatda tək olan şeylər, tək olan bir şeylər görsən, təkdir. Görsən və tək xəbər gəlir. A number of-daki, a number-ı da necə yadında saxlayın? Deyəsən ki, həməm, tək deməkdir, axı bir dənə deməkdir, cəm xəbər. Elə başa düşmədə. A number, bir nömrə, yəni bir sıra. A number of, məsələn deyir, a number of guests. Bir sıra qonaqlar. Bir sıra deyəndə sırada neçə dənə çox olur axı. Elə başa düş və burada cəmi gətir qoy. Başa düşdün? A large, bura sayı gətirib həmişə verəcək. Deyərsən ki, həməm indi burada large sözün qoy, bax fikrimi qarşıdır. A great number of falan belə, a huge number of belə qoyacaq ki, sən başın qarşısın ki, sən bax, imində bax, bunu görməyəsən, biraz başın qarşı. Yəni, burada doğrudur. Burada bir səhv görmədim. Bu doğrudur. Yəni, guests cəmdə veribdir. Athletics consists of. Athletics consists of. Atletika. Atletika idmandır. Deyir ki, məsələn, atletika nə daxildə atletikaya? Atletikanın nə təşkil eləyir? Bir sıra idman növləri. İdman təşkil edir. Such as for example. Such as sözünü for example and for instance. Bunların nomini götürə bilərsən. Running and jumping. Hoppanmaq və qaçmaq kimi. Bunlar atletikadır. Atletika təkdədir. Athletics. Politics kimi. Xəbər təkdə olmalıydı. Çıxdım. Biri götürəcəm. Ya adı ya bədi. One of the world's largest explorers of fresh flowers is Netherlands. Bu of qoyursana ki, başın qarışsın. Əslində burada bir dənə of qoya bilər. Bunu da ofa çevirə bilər. Belə olanda sən nə iş görürsən? Buradakı oflar görürsən. Yadını saxla. Bu əslində agreement dərsidir. Toplum sonunda. Birinci hissə test toplusu 2023 sonunda. Oflar nədir? Preposition'dır. Cümlədəki ilk prepositionu tutursan, ilk preposition budur və bundan əvvələ baxsan, one, təkdədir, möhtəşəm. Bilsən necə? İndi deyəsən, mən bunu bir sübut eləyim də. Fresh flowers of fresh flowers. Tazə güllərin world's largest exporter. Tazə güllərin ən böyük idxalçı, dünyanın ən böyük
təzə güllərin idxalçısından biri Nederlanddır. Burada gəlir biri sözünə. Yəni həmişə nə edirsən? İlk cümlədəki ilk preposition'ı tutursan, onun əvvəlki sözə bax. Təkdirsə tək, cəmdirsə cəm, xəbər. Bu şəkildə. Demək 3 doğrudur. A variantı olacaq. The population of the population of-dan əvvələ baxıram. Populyasiya. Əhali. Təkdədir, hə? Əhali. United States-in əhalisi deyir 300 milyondan yuxarıdır. Over. Belə. Over deyəndə nə isə aşırı deməkdir, yaxşı. Məsələn, over 300 million. 300 milyondan çox. Məsələn, deyirik overthinking. Thinking düşünmək, over aşırı. Aşırıya qaçır, yaxşı. Düzgün variantı seç. Seçək. A pieces. Cəm A olmaz. A pair of. Bunu saxlayaq, bu düz ola bilər. A number of police officers. İndicə izah elədim bunu. Several useful advice. Olmaz, çünki several ancaq plurallarla işlənir. Advice isə uncountable noundur. Sayıla bilmir, yoxsa isə adjectivedir. Use sözünə gəlir. To use istifadə etmək deməkdir. Synonimi to utilize, utilize. Yəni important information. İnformasiya sözü zaten sayılmır. Mən burada necə informasiya sözü bilsə niyə sayılmır? Çünki abstraktdır, yəni mücərrəddir. Mücərrəd, yəni əllə toxuna bilmirsən, gözlə görə bilmirsən. Belə. A pair of trousers. Bir cüt şalvar. Doğrudur. Çox gözəl. Sən burada baxırsan ki, buradakı məsələ nədir? Görsən ki, burada səhələ bir quantifiers istəyir. Bura bax. Deyir, I don't earn. Mən çox qazanmıram. Ya da ki, mən az qazanmıram. Fikir ver. Deyir ki, at my new job, mənim yeni işimdə, I don't earn many, a few, a lot of, few, hamısından sonra, few'dan sonra plural, many'dan sonra plural, bundan sonra plural, bundan sonra uncountable və plural ikisi də gələ bilər. Burada isə sən hansı bir nounu verməli deyilsən. Bilirəm, şey var. Mən quantifiers videomda bir dənə məsələ izah eləmişəm. Burada məsələn noun o belə bir şəkildə ola bilər, amma many gələ bilər, a few gələ bilər. Amma ki, uşaqlar burada jobs, indi çox elə fikirləşib ki, job sözünü bəlkə də buraya gətirib qoymaq istəyir, ixtisar eləyibdi deyənə, ki, bura cəmi götürək falan belə bir şey fikirləşib. Amma uşaqlar burada job sözündən bağlı bir şey heç nə yoxdur. I don't earn. Mən çox qazanmıram. İlk mənim yeni işimdə mən çox qazanmıram, but bu batdan bildim. Batın bu bir tərəfi plussa, deməli bu bir tərəfi negativdə olmalı. Yəni bu deməli çox qazanmır. But the conditions are better. Amma şərtlər daha yaxşıdır. Çox qazanmıram, amma şərtlər daha yaxşıdır. Və I don't earn. Siz burada verb görürsünüz. Verbdən sonra nə gəlir? Adverb gəlir. Və yeganə adverb olan quantifiers nə idi? Much idi. Yeganə adverb olan quantifiers much idi. Mən çox qazanmıram. Amma a lot da deyə bilərəm. Məsələn deyirəm I don't earn a lot da deyə bilərəm orada. Bu şəkildə. Maraqlı. Bax. Düzgün variant seçdir. Several glasses. Baxları gördük. Ki bir neçə stakan juice. A lot of bags of rice. A lot of'dan sonra cəm, plural ya da ki uncountable gələ bilər. 2 pieces a curtain. Tək də gəlib, cəm də gəlib, doğrudur. Mətnə keçdik nəhayət. İndi isə gəlin mətni izah eləyək. Mətni heç bir şəkildə oxumamışam, heç bir şəkildə sınaq dəlimə almışam, izah eləyirəm. Mən heç bir suala öncədən baxmamışam və heç bir fikrim yoxdur. Və elə bil ki, sınağa getmiş bir uşaq kimi işləyirəm. İndi bax. 72-ci sual oxumadan eləyirəm. Əlbəttə ki, bunu oxuya bilərsən, tərcümə eləyə bilərsən. Google-dan sənə bunu tərcümə eləyə bilərsən özün üçün. Və yaxud da ki, sözlər çıxart, bilmədiyin sözləri, tərcümə elə o sözləri, sonra başda özün bir cümləni tərcümə eləməyə. Sənin üçün daha yaxşı olacaq ki, biraz anlayışın baş versin də. Ki, başa düşəsən ki, cümlə hardan gəldi, hara getdi, özünü analiz eləyə biləsən deyə. Nəysə. Amma mən oxumadan eləyəcəm, tərcümə eləmədən. Çünki tərcümə eləməyə zaten hamı bilir. Bu bir metodda getmək istəyirəm. Gəlin görək nə işləyə biləcəm. Complete the sentence according to the passage.
Mətnə uyğun olaraq complete elə cümləni tamamla. To make book mobiles more modern and eco-friendly. Modern sözünün sinonimi nə idi? Bu sinonimini kommentlərə yaz, please. 50 dəfə demişəm. Deyir ki, bəlkə tərcümə eləmədən baxaq. Bir dənə tərcümə eləyim. Yox, bir dənə tərcüməsiz baxaq. Məsələn, deyək ki, sən bunu başa düşmürsən, o formada necə baxa bilərsən? Gəl bir cümləyə baxaq ya da ki, bir buralara baxaq. Company started using solar panels instead of generators. Məsələn, burada fərqli sözləri tapmışam. Yaxşı. Məsələn, solar panel sözünü mən düşünmürəm 50 dəfə deyə cümlədə. Generator sözünü bilmirəm. Məncə deməz ki, bir dənə bu sözləri tapaq cümlədə. Yep. Gəl baxaq. Ay, itirdim. Harada deyirdi onu? Solar panel sözünü tapdım. Yes. Book mobile sözünü görürsən. Saça sözünü zaten bəxlərdə izah elədim. Tez rast gəldiyim sözdür. Replace. To place yerləşdirmək deməkdir. Hansısa feilin sonuna re əlavə eləyəndə yenidən demək olar. Məsələn, to write yazmaq deməkdirsə, rewrite yenidən yazmaqdır. Replace isə yenidən yerləşdirməkdir. Yerini əvəz eləmək mənasında gələ bilər. Yenidən yerləşdirsənsə, əvəz eləmiş ola bilərsən. Nəysə, replace əsasən əvəz eləmək mənasındadır. Such as replacing traditional generators with solar panels. Generatoru solar panellə dəyişirlər. Deyir ki, using solar panels instead of generators. Yəni ki, solar paneli istifadə edir generatoru ilə. Yəni, generatoru solar panellə əvəz edir. Eyni mənaya gəldi. Deməli, biri götürə bilərik. Yeni tərcümə edeyim ki, bu nə demək istədi sənə. Deməli, deyir ki, book mobiles bizə nə deməkdir? Karavanlar olur, belə böyük maşınlar, sprinter kimi böyük maşınlar, kitab satırlar orada. Deyir ki, onları daha müasir, modern və eco-friendly. Eco-friendly yəni ki, ətraf mühitə ziyan verməyəcək, ola biləcək formaya gətirə bilmək üçün. Company started using solar panels instead of generators. Bəzi şirkətlər solar panellər istifadə etməyə başladılar generatorlar əvəzinə. Belə bir cümlə demək istəyir sənə. Belə, bax məsələn burada book mobile sözünü gördüm bu eyni cümlədə. Bir də məsələn bax bu instead of-u biz harda keçirik? Görsən, qrammatikanın bilsən əslində oturur hər şey yerinə. Qrammatika hər şeyin özəyidir, həmişə deyirəm. Cümlə tərcüməsi də oturur. Bu şəkildə. Yəni belə. Bir də burada replay sözünü bildinsə, məncə asan bir sözü idi bu. Sonra bir də bax, ardına deyir Digital Book Mobile promoted e-book lending programs. 1-3 oldu nə? B variantı. Bu şəkildə. Üçüncü cümlədə deyir ki, Digital Book Mobile, yəni ki, rəqəmsal kitabxana avtomobili, Digital Book Mobile, yəni kitabxana avtomobili, kitab satılan avtomobil, promoted e-book lending programs, elektron kitabların kiraya verilməsi proqramlarını önə sürdü. Onu önə sürdü bu şəkildə. Belə deyə bilərik. Bu şəkildə. Belə. Yəni, elektron formata keçirdiblər. Bunu demək istəyir. Yəni, belə. Özü bu hissəni birbaşa verirdi. Deməli, nə eləyə bilərsiniz? Mətni oxumadan işləyə bilmək üçün. Birincisi, bu hissəni qəşəkcə tərcümə eləyib çıxarda bilərsiniz. Məsələn, elə testlər olur ki, sən onu, əsasən bu listeninglərdə olur. Məntiqlə tapa bilirsən, amma yenə deyirəm. Həm listeningdə, həm də readingdə. Desə ki, qatıq qaradır, sən də deyəcəksən ki, düz deyəsən. Qatıq qaradır. Qatıq normalda ağ rəngdədir də. İndi öz biliyindən getmirsən heç vaxt, yaxşı? Mətndəki biliyindən gedirsən. Amma yəni proqnozlaşdıra bilərsən də ki, cavab nə ola bilər. Sonra qayıt hökmən bax, həm listeningdə dinlə, sonra dinlə, həqiqətən əmin ol ki, o da ondan sonra işarələ cavab kartında. Yəni bu şəkildə
Belə, bunu deyə bilərəm. Və burada görsən açar sözlər tapdım, getdim, gördüm. Heç gedib mətni oxumadım. Heç bilməm mətn əslində haqqındadır. Görünür ki, nəsə həmin o avtomobillər barəsindədir. Gəl hansı ki kitab satır. The Passages mənlə və axırda baxarıq. Deyir ki, düzgün sualı tap buna. Why should book mobiles be adaptable? Deyir, niyə kitabxana avtomobili, başa düşdünüz də book mobile nə deməkdir? Niyə adaptable olmalıdır? Adaptable bilirsiniz nədir? Uyğunlaşa bilən yox. İndi burada uyğunlaşa bilən demir də. Məsələn, necə kitab satan avtomobil bir insana necə uyğunlaşsın? Elə demək istəmir də, yəni əl çatan. Başa düşdün? Bu şəkildə. Niyə elə olmalıdır deyir. A variantı deyir ki, because they help to reduce transport costs. Deyəsən elə bu olacaq. Mən düşünürəm ki, bu olacaq. Deyir ki, çünki o nəqliyyat xərclərini azaltmağa kömək eləyir. Çünki məsələn, sən maşına pul verib getmirsən də, o maşını sürür sənə yanına gəlir. Başa düşdün? Because they no longer exist in the 21st century. 2021-ci əsrdə heç mövcud deyil. Nə əlaqə? Gəl mövcud deyil. Əslində mövcuddur. Burada nə deyir? Deyir currently indi, cari vəziyyətdə indi United States'də məktəblərdə, nursing home'larda, prison, həbsxanalarda, hospitallarda oralara gedir. Bunu deməkdir. Gedir də. Necə mövcud deyil. Because they have to follow special government rules. Onlar xüsusi hökumət qaydalarını əməl eləməlidirlər. Nə əlaqə? Because their collections must meet the reader's needs. Deyir ki, onların kolleksiyaları oxucuların ehtiyaclarını ödəməlidir. İnanmıram buna. Because they are only used in schools and hospitals. Deyir ki, sadəcə o məktəblərdə və hospitallarda istifadə edilir. Prison'dan nursing home harda qaldı bəs? Onunla deyənlərin 99% həmişə səhv uşaqlar. Yəni, bir dənə varianta gedək. Burada deməli olmalıydı. Book mobiles are very flexible. Flexible yəni rahat deməkdir. Adaptable, əlçatan, rahat. Görsən, eyni mənanı verir. Because their collections can be adjusted to the audience's expectations. Deyir ki, oxucuların, onların kolleksiyaları deməli, onların kolleksiyaları oxucuların gözləntilərinə uyğunlaşa bilər. They also must work in areas where residents have difficulty getting to libraries. Deyir ki, həmin o yerlərə getməlidirlər ki, resident sakin deməkdir. Resident, sakin, yəni insanlar. Kitabxanaya getməyə çətinlik çəkən insanlar. Burada because they help to reduce, onlar nəqliyyat xərclərini azaltmalıdırlar. Nəqliyyat xərcləri görmədik. Burada deyir ki, kitabxanaya gedə bilməyən, getməkdə çətinlik çəkən insanlar üçün insanların həmin o kitabxanaya gedə bilməyən insanların sahələrinə, həmin o yerlərə getməlidirlər. Bunu deyir. Bəlkə kitabxana yoxdur. Yəni bu adamın bəlkə nəqliyyat pulunu ödəməklə bağlı problem yoxdur, amma kitabxana bəlkə yoxdur. Yəni biz burada konkret nəqliyyat xərclərindən görmədik. Konkret yəni mənə orada demədi. Burada deyir ki, yəni kitabxanaya gedə bilməyən insanlar üçün bəlkə kitabxanası yoxdur deyə gedə bilmir. Yəni nəqliyyat söhbəti deyil. Amma burada da variantın konkret dedi. Bax. Bax burada dedi. Because their collections can be adjusted to the audience's expectations. Çünki onların kolleksiyaları oxucuların gözləntilərini ödəyə bilər. Maraqlı. Gözləntiləri, yəni ehtiyacları. True, düzgün olan. The first mobile libraries were seen in England. İngiltərədə mobil kitabxanalar ilk dəfə İngiltərədə olub. Gedək görək. Bayaqlarki cümlə deyir 21st century mobile use are still in use. Ki hələ də istifadə edilir. Bax bu cümlədə də deyilir. Görsən? 21-ci əsrdə yəni ki var. England sözü hardadır?
Gəl bir dənə hamısına baxaq. Həmişə sən belə elə 4 dənəsinin hamısını tərcümə elə, ondan sonra mətnə bax. Currently mobile libraries are rarely used in the USA. Amerikada deyir ki, nadirən istifadə edilir mobil kitabxanalar hal-hazırda. Amma biz az öncə nə gördük? Mobile libraries are still in use. Hələ də istifadə edilir deyir. Burada da deyir currently in the United States Bookmobile serve a variety of clients and schools and istifadə edilir. Yep. Ona göre 2 doğrudur. 2. Mobile libraries meet the people's needs mostly in inaccessible places. Accessible. Əlçatmaz deməkdir. Deyir, əlçatmaz yerlərdə mobil kitabxanalar insanların ehtiyaclarını ən çox əlçatmaz yerlərdə insanların ehtiyaclarını ödəyir. Meet indi insanların ehtiyaclarına görüşür demirsən də, insanların ehtiyaclarını ödəyir. Ödəmək mənası yoxdur. Bu cümlədə elə bir məna verir. Həqiqətən də elədir. Bayaqlar elə onu dedik də biz. 2-3 oldu burada cavab A variantı. The resources of mobile libraries consist of only books. Deyir ki, mobil kitabxanaların resursları sadəcə olaraq kitablardan ibarət olubdur. Gəl görək. No. These book mobiles also contain music, records, movies nədir? Movies that could be viewed. Oh my god. Mən niyə bunu W kimi deyirəm uşaqlar? Movies that could be viewed in any populated area. Orada səs qeydləri var, kinolar var, musiqilər var. Sadəcə olaraq kitablar yoxdur. Dediyim kimi 10 ilə gördüsə 99.9 ehtimalla bu səhvdir. Deyir ki, ilk mobil kitabxanalar İngiltərədə olub. Yəni belə bir məlumat görmədik uşaqlar. Əgər 19-cu əsrdə İngiltərədə, 20-ci əsrdə United Statesdə, amma yəni ilk dəfə demədi bizə kimdir. Yəni ilk sözünü görmədik. 2-3 A variantı olacaq. Yaxşı? Belə. Sonra deyir ki, answer the question by expressing your opinion. Hə, bu essedir. Ən azı 3 cümlə yazmaq. What are libraries used for? Kitabxanalar nə üçün istifadə olunur? Bunu yaza bilmək üçün sən gedib mənim izləməlisən. Writing videolarımı 3 dənə video çəkmişəm. Ümumiyyətlə bilmirsənsə, yazı yazmaq necədir? Part 1, part 2, part 3, part 4. 4 dənə video çəkmişəm. Hamısına get bax. Yox, əgər anlayışın varsa, prosta biraz pəkişdirmək istəyirsənsə ki, bu esse temasını tutasın, o zaman get part 4-ü sadəcə olaraq izlə. Çox güclü esselər var orada. Onları gedib baxmalısan hökmən. Çox detallı şəkildə izah etmişəm hər şeyi. 77-də baxıram. Deyir ki, ən azı 2 söz dəyişmək. Çox super. Deyir ki, in early 20th century, mobile libraries served. Okay. Deyir ki, nə dedi? Deyir, erkən 20-ci əsrdə, yəni 20-ci əsrin əvvəllərində mobil kitabxanalar nəyi insanlara servis edirdi, yəni nə xidməti göstərirdi? Served individual homes and entire rural centers. Sənin burada dəyişməli olduğun, bax bu qırmızı işarələdiyim hissələrdə. Individual fərdi deməkdir. Fərdi evlər deyəndə, yəni tək evlər ola bilər. Sən bura verə bilərsən single homes. Homes demə households. And yox, belə demə. Deyir ki, yəni ki, fərdi evlərə, yəni ki, hər evə an entire rural centers. Yəni ki, bütün kənd yerlərində xidmət göstərirlər, belə deyir. Sən burada deyən ki, every single, yəni hər bir ev kimi gedir. Fərdi ev, yəni hər bir ev. Every single households and
Və burada every single households demək olmaz. Çünki every ilə sayıla bilən tək isim işlənir. Ona görə gəlin burada household deyək. And entire sözünü deməli, entire sözünü belə, entire sözü bütöv deməkdir. The whole sözü ilə əvəz etmək olar. And the whole, bunu pronoun izah eləyəndə deyirəm. Rural bilirsən nədir? Kənd kəsək elə yerlər. Yəni countryside centers, yəni ki, kənd mərkəzləri, kənd yerləri denəndə mənanı qoruyursan. Areas, kənd yerləri ya da ki, səhər almayandır. Görsən, bayaqları mən sənə öyrətmişdim, countryside sözünü göstərdim. Səhər almayan burada da istifadə elədik. Bu şəkildə deyə bilərdin. Entire sözünü pronoun-da keçirik. Videomda da var, izah videomda, oradan da bilə bilərdiniz. Səhər alma sözünü baxlar izah elədim. Ən azından onu da eşə bilərdiniz. Individual sözünü məncə ağlınıza gələ bilərdi. Əsərlərdə falan yazmışam. Yəni belə. Ən azından ağlınıza gəlmədisə də indi öyrənmiş oldunuz bu şəkildə. 78-də deyir ki, paragraf 2-də ən yaxşını tap. Yadına saxla, paragraf 2 deyir. Demir mətndən tap deyir, paragraf 2-dən tap. Gəlsən paragraf 2-yə, gül kimi. Bax, bu çıxılı yerdən sənə tapmağını istəyir. Bu arada bu sualı mən necə daha rahat formada həll eləmək olar, mən onu reading videomda izah eləmişdim. Gedib orada baxa bilərsən. Bir tələbəmin istifadə elədiyi bir metod var idi, onu istifadə eləmək olar. Burada deməyəcəm, ged oradan bax. Və sən burada görürsən ki, sənə cümləyə to ilə başlayır. Deməli, sən burada paragraf 2-dəki sadəcə olaraq feillərə baxsan, tapa bilərsən. To have something inside, nə isə içində var olmaq. Or include, nə isə daxil etmək. Something as a part. Yəni ki, nə isə içində olması və yaxud da ki, nə isə tərkib hissəsi kimi daxil eləmək. Bizə nə deməkdir? To contain. Yəni ki, ehtiva eləmək. It contains deyir sənə burada. Yəni daxilinə buna daxil deyir. Book mobilesa daxil deyir. Falan şeylər. Yəni bu maraqlı, əla. Paragraf 3-dən deyir ki, provider sözünün sinonimini get tap. Gedək tapaq həmən. Provider, provide sözündən əmələ gəlir. To provide. Yəni ki, təmin etmək. Provider isə təmin edən mənasına gəlir. Gəl gedək bir baxaq. Paragraf 3. Distributor. Where is that? Distributor. That word is the synonym of provider. Bu şəkildə. Bu da belə. Listening-ə baxaq. Yenə də deyirəm, listening-də, burada hər şeyə baxmadıq. Mail about-a baxmadıq. Deyir ki, 19-cu və 20-ci əsrdə olan mobil kitabxanalardan danışdı, amma həm də o maşın kitabxanalardan da danışdı. Ona görə sırf maildir, bu deyil. Bu sualda da çətin çəkirsə, yenə deyirəm, reading videoma gedin baxın. The history and development period of mobile libraries. Mobil kitabxanaların tarixi və inkişafı. Bəli, bax, tarixi ilə danışır. İnkişaf necə eləyib ondan danışır. Overdrive, Google Drive-dan falan gəlir, danışır. Yəni, bu ola bilər. Individuals' attitudes towards the ordinary libraries. İnsanların attitude münasibət deməkdir. Necə münasibət? Yəni, davranış kimi başa düşdün. Məsələn, deyir ki, individual insan deməkdir. Individual insanlar mənasına gələ bilir. Person, human being. Individual sözün görünə, yəni bunlarla insan mənasını verirsə, bax bunlarla əvəz eləyə bilərsən. İndividualların, yəni insanların normal kitabxanaları, yəni adi kitabxanaları olan münasibəti yox, adi kitabxanalardan danışmır. Burada mobile libraries'dən danışır. Services that are offered by mobile libraries. Mobil kitabxanalar tərəfindən təşkil olunan xidmətlər, bəs book mobiles. Bu söz vehicle olaraq da deyilir. Biz harda? Amerikanın East və South hissəsində. Bunu deyəsən bayaqlar dedim mən sizə, yoxsa demədim, yadımdan çıxdı. Qoy yenə deyim, yadımdan çıxdı ki, mən bunu sizə vurğulamışam ya yox. North and West hissəsində isə vehicle olaraq deyilir. Vehicle and vehicle. Belə maraqlı. Bu şəkildə.
Vehicles that were utilized. Utilize sözünə baxar dedim. Bax, görsən, hər şey bir-birini təkrarlayır. İstifadə edilir mobil kitabxana transportationu üçün təkcə o vehicle-lardan danışmadı. Vehicle-lardan danışmadı. Həmin o nəqliyyat vasitələrindən danışmır. Nəqliyyat vasitəsi, yəni məsələn, maşın, avtobus falan bu mənaları gəlir. Yəni sırf onlardan danışmadı. Amma B variantı tam uyğundur. Listening isə belə edək. Uşaqlar, listening-i tərcümə etməyəcəm, çünki video kifayət qədər uzun oldu. Çalışdım ki, bacardığım qədər detallı eləyim. Çünki məndən dəhşət soruşurlar ki, sınağı necə eləyək falan filan. Mən dedim ki, dayı, nə var hamısını deyəcəm. Oturub bir-bir çürüdə işləyəcəm. Yəni, zaten elə işləmirəmsə, birbaşa variant deyəcəmsə, variantı deyim, çıxım gedim də, düzdür. Ona görə tərcümə eləməyəcəm burada. Dediyim kimi, Google-dan sən bunu tərcümə eləyə bilərsiniz. İndi bura şey qoyacağım. Transkripti qoyacağım və nəyə görə hansı variant olur, sadəcə olaraq onu göstərəcəm və tərcümə etməyəcəm. Belə. Bu listening-in deməli transkriptidir. Əgər ki listening-i əldə etmək istəsəniz, mənim Telegram kanalıma gedə bilərsiniz. Bu dediyim kimi 5 oktyabr 2025-ci ildir. Yəni belə Telegram kanalımda bu cür yazıb axtarsanız, Otikanı tapacaqsınız. Birinci sualda yəni cavab budur. Göstərilən yerlər üçün tərcümə eləməyəcəm. Yaxşı, eləyək. Deyək ki, Kate'nin ifa eləmək, yoxsa oynamaq qabiliyyətlərini inkişaf elətdirdi. O da deyir ki, çöl oyunlarına çox vaxt keçirirdi. O da deyir ki, çöl oyunlarında vaxt keçirdi. Eyni cümlə. Burada da deyir ki, çöl oyunlarını çoxlu praktika edirdi. Eyni mənaya gəlir. 1-dən 4-ü götürəcəksiniz. Indoor isə ev oyunları deməkdir. Indoor yox, outdoordur. Deyir ki, vaxtını boş-boşuna keçirdirdi oynamaq əvəzinə. Yox, boş-boşuna keçirtmirdi, oynayırdı. Deyir ki, her playing ability quickly improved actually. Bu şəkildə belə. Daha sonra burada isə bizdən səhv istəyir. A variantını deyir ki, hokey oynayırdı və yaxşı eləyirdi. Yaxşı oynayırdı bunu da. Burada da belə deyir, yəni bu doğrudur, bu da səhv istəyir. İkincisini deyir ki, 15 yaşı olanda dünya üzrə ikinci nömrə oldu. O da deyir ki, 15 yaşı olanda o fəxr eləyirdi dünyada ikinci yerə çıxmağına görə. Yəni bu da doğrudur. Burada deyir ki, digər ulduzlardan fərqli olaraq Katy'yə raket verilməmişdi. Yəni raket qol tenis oynanışı verilməmişdi. Burada isə deyir ki, çoxu gənc tenis oynayanlara raket verilir. But it was different for Katy. Amma bu Katy üçün fərqli idi. Yəni ki, doğrudur, verilməmişdi. Sonra deyir ki, USA'da yerli bir məktəbə gedirdi. Deba burada da onu deyir. They moved to USA. Amerikaya köçüblər və o yerli məktəbdə oxudu orada. Bu da doğrudur. Deyir ki, valideynləri inanırdılar ki, o profesional olacaqdı bir gün. Amma burada başqa şey deyirdi. Burada deyir ki, onun ailəsi ona gülmüşdü ki, koçları demişdi ki, o bir gün profesional ola bilər. Yəni, bu qızın müəllimi, koçu deyir ki, sən bir gün profesional ola bilərsən, valideynlər də ona gülür. Yəni, valideynlər ona inanmır. Y variantı. Yəni, bu səhvdir. Y variantı deyir ki, valideynləri inanır, amma valideynləri inanmır. Məsələn, əsasən nə haqqındadır? The second best tennis player in the world. Dünyadakı ikinci ən yaxşı tenis oynayanı. Yox, ikinci yerə çıxıb dünya üzrə. Amma, məsələn, dünya üzrə deməli, qıbdən bu müəyyənləşdirim. Məsələn, Y variantında deyir ki, Portuqaliyada tenis dərslərinə qeydiyyatdan keçmək. Öyrədirsə qeydiyyatdan keçmək necə olur? Yox. Sonra Coach'un düşüncələri Katy haqqında. Düzdür, burada bir yerdə var. Amma mətn əməli başda o haqqdadır mı? Deyil. B variantını çıxırdım. Deyir ki, Britaniya komandasında olan gənc tenis ulduzu. C variantında deyir ki, hokey oynamasındakı uğur. Hokey yox, tenisdən əsasən söhbət gedirdi. Burada bir yerdə deyirdi ki, o həm də hokey oynayırdı, orada da uğurluydu. Amma əsasən o haqqda deyir, tenis haqqındadır. Mən Y variantını niyə düşünürəm?
niyə o haqda beynimdə düşünürəm ki, yedimi ya yox. Bilirsiniz niyə? Çünki deyir ki, növbəti il o Britaniya komandasında oynadı. Bu şəkildə. Burada isə deyir ki, dünyanın the second best tennis player in the world. Dünyada ikinci ən yaxşı tenis oyuncusu. Dünyada ikinci deyil. Hansısa bir yarışda ikinci tutması dünyada ikinciyə. Dünyada məsələn birinci futbolçu məsələn Ronaldo'dur, ikinci Messi'dir. Sən bunları indi birinci, ikinci deyə deyirsən, yox, yəni tenis oyuncularında eyni ilə. Ona görə A variantı yox, Y variantı deyə düşünürəm və burada Y variantı olacaq. Britaniya amma sonradan gəlib. Yəni bu şəkildə. Hə, deyir ki, Katie neçə yaşında başlayıbdı? At an early age. Neçə yaşı? Yep. She had her first tennis lesson at the age of 7. At the age of 7 cevap budur. Cevap tamamıyla budur. Katie loves competing, especially bunun sonunda deyir. She loves competing, yarışmağı sevir, especially when she wins. Xüsusilə də o qazananda yarışmağı sevir. Special when she wins. Cevap budur. When she wins. One adjective. Yadınızı saxlayın. Burada one adjective yoxsa two adjective. Buna fikir verin ki düzgün yazasınız. Competitions. International. Beynəlxalq. Bu olacaq cevap. Bu qədər. Dedim ki, tərcümə eləməyəcəm, amma listening-də tərcümə elədim. Amma listening-də listening haqqında çox belə dərin baxmadım. Çünki həqiqətən video çox uzun oldu o səbəbdən. Deməli, necə işləmək lazımdır? Bunun çox xüsusi bir videom var. Gedib onu izləyə bilərsiniz. Yəni, belə, başqa da deyə biləcəyim bir şey yoxdur. Başqa bir videoda listening-i daha dərin çalışarıq. Sağ olun, özünüzə yaxşı baxın. Bunun PDF-ni, listening falan hər şeyini tapa bilərsiniz Telegramda. Telegram kanalımın da linki aşağıda var. Sağ olun, özünüzə yaxşı baxın.